Salam əziz şagirdlər və müəllimlər. Bugün 26 aprel 2026-cı ildə keçirilən 9-cu siniflərin buraxılış imtahanının riyaziyyat suallarının izahına baxacağıq sizlərlə. Elə isə başlayaq birinci sualın həlli ilə. Deməli, 57-ci sualda qarışıq ədədi göstərin. Qarışıq ədəd kəsir və tam hissədən ibarət olan ədəddir. Tam və kəsirdən ibarət olsun. O da təkcə A variantında olduğu üçün cavabımız elə A olur. 1 tam %3. Cavab A variantıdır. 58-ci sual. Tənlilər sistemini həll edin. Tənlər sistemini həll etmək üçün yuxarını mən 3-ə, aşağını da 2-yə vursam və tərəf-tərəfə toplasam, y-lərim gedəcək. Olacaq deməli 3x çıx 6y bərabərdir mənfi 9, 8x üstə gələk 6y bərabərdir mənfi 24. Aha. Tərəf-tərəfə toplasam olacaq 11x bərabərdir mənfi 33-ə, x də bərabərdir mənfi 3. Deməli x-i mənfi 3 tapdıq. O da təkcə y variantındadır. Hesablayıb y-də tapa bilərik. Y də olacaq 0. Deməli cavabımız y variantıdır. 59-cu sual. Ən böyük tam əlini göstərin. Bunu həll etmək üçün dəyişənləri sola, ədədlərdə sağa yığıram. Mənfi 4x üstə gələk 5x, kiçikdir, mənfi 7 çıx 5-dən. X kiçikdir mənfi 12-dən, x də bərabərdir mənfi 13. Yəni x-in ən böyük tam əlli mənfi 13 olacaq. Yəni 12-dən kiçik, ən böyük mənfi ədəd 13-dür, mənfi 13-dür. İlk 100 natural ədədin neçəsi nə 2-yə, nə də 5-ə bölünmür. Əvvəlcə 2-yə 5-ə bölünən ədədlərin sayını tapmalıyıq. 100 natural ədəddən 50 dənəsi 2-yə bölünür. 20 dənəsi 5-ə bölünür. 10 dənəsi də həm 2-yə bölünür. Həm 2-yə, həm də 5-ə bölünür. Deməli, əgər Venn diaqramı ilə təsvir eləsəm, 2-yə, 5-ə. 2-yə bölünənlər neçə dənədir? Əvvəlcə ortanı yazaq, 10 dənə. 2-yə bölünənlər 50 dənə, bura qalır 40, burada qalır 10. Deməli, ümumi neçə dənə ədədimiz olur? Ümumi 100 dənə ədədimiz var. 100-dən 60-ı, 60 edir də, 40, 10, 10. 60 dənəsi 2-yə 5-ə bölünənlərdir. Bizə deyir ki, nə 2-yə bölünməsin, nə də 5-ə bölünməsin. Ona görə 100-dən çıxacam 60-ı, qalacaq 40. Deməli, 40 dənə ədəd nə 2-yə bölünür, nə də 5-ə. Cavab D variantı. Keçək növbətiyə. 61-ci sual. İfadəsini sadələşdirin. Deməli, y-lər gedir buradan. Z-in biri gedir, burada qalır 3. 9, 18, 2 dəfə. X kvadratı, x kubu, x qalır təkcə yuxarıda. 5, 5. Deməli, yuxarıda qalır 2 vur, 5 vur, x. Aşağıda da qalır z-in kubu. Cavab 10x böl z kubu. Cavab B variantı. 62-ci. Kubun bütün tillərinin uzunluğu 7 dəfə artırsaq, onun həcmi neçə dəfə də artar. Deməli, kubun həcmi nəyə bərabərdir? V bərabərdir A-nın kubuna. Əgər uzunluğu 7 dəfə artırsa, həcm 7-nin kubu dəfə artacaq. 7-nin kubu deyir 343. Cavab B variantı. 63-cü sual. Paralelogramın kör bucağı iti bucağından 2 dəfə böyükdür. Məsələn, iti bucağını x desəm, kora da 2x deyəcəm. Bunların da cəmi bilirəm ki, 180-dir. 3x 180-dirsə, x-imiz olur 60. X 60-dır. Kör bucağımızda olur 120 dərəcə. 120, 60. Cavab C variantı. 64-cü sual. Tənliyini həll edin. Deməli, hər tərəfi vuram 20-yə. Bunu 20-yə vuranda, bunu 5-ə vuracam. Bunu 4-ə vuracam, bunu da 20-yə. Deməli, 15y çıxaq 10, çıxaq 12 üstə gələk 4y. Bərabərdir mənfi 60. Neçə y? 19y bərabərdir mənfi 60, üstə gələk 22. 19y bərabərdir mənfi 38, y də bərabərdir mənfi 2. Cavabımız B variantı. Tənasübdən x-i tapın. Çarpaz vururam. 10x bərabərdir 12, x də bərabərdir 1/2. Cavab C variantı. Sahəsi 96 olan diaqonalları 3-4 nisbətində olan rombun hündürlüyünü tapın. Sahəsi 96-dır. Diaqonalları da nisbətini verib 3-4. Məsələn, D1-ə 3x deyəcəm, D2-yə 4x deyəcəm. Bunu vurub bölsəm 2-yə sahə verəcək mənə. X kvadratı olur 16-ya. X də bərabərdir 4. X 4-dür. Gəl D1-i tapaq. D1 eləyir 12,
D2 D eləyir 16. Və tərəfi tapa bilərəm buradan. Bu düsturla D1 kvadrat üstəgələ D2 kvadrat bərabərdir 4A kvadratına. 144 üstəgələ 256 bərabərdir 4A kvadratı. 400 bərabərdir 4A kvadratı. A da bərabərdir 10. Tərəfimiz 10'dur. Sahəndə 96 verib. Yəni, tutaq ki, 10 vuraq, bu tərəfə çəkilən hündürlüyü 96 olmalıdır hasil. Hündürlüyü 9, 6 tapıram burada. Elə məndən də hündürlüyü soruşduğuna görə cavabımız C variantı. 67-ci sual. Deməli, tənliyi həll edin. Vurub açaram əvvəlcə. 0,6x üstə gələk 2,4 bərabərdir 9,6 çıxaq 0,8x. Mənfi 0,2x bərabərdir. Burada nə qalır deməli? 2,4 düz hesablanında 0,6x burada çıxaq. Burada olur deməli 1,4x bərabərdir 7,2-yə. Burada müsbət olur. X bərabərdir 72/14. 2-yə ixtisar aparsam olacaq 7, 36. Bu deyil 5,7-də 1. Cavabımız Y variantı. 68-ci sual. K-nın hansı qiymətində ifadəsi eynilik olar? 9A üstə gələk KB bərabərdir 9A üstə gələk 9B-yə. Vurub açdıq ikinci tərəfə. A-lar eynidir, getdi. KB bərabərdir 9B olması üçün K-da 9 olmalıdır. Cavab A variantı. 69-cu sual. Funksiyaların qrafikləri verilmişdir. A parametrinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Əvvəlcə görürəm ki, 2 parabolanda qolları yuxarıdır. Deməli, nə olmalıdır? Bunların A-ları müsbət olmalıdır. Yəni, x kvadratın əmsalı ikisində də müsbət olmalıdır. Ona görə də 4 açıq 16 böyük 0, A böyük 4. Bu birincidir. İkinciyə baxaq. 2 açıq 2 böyük 0, A da böyükdür 1-dən. Deməli, həm 1-dən böyük, həm də 4-dən böyük. Bunların kəsişməsi nə olur? A 4-dən böyük olmalıdır, ümumi. Həmçinin də digər tərəfdən Jx-in qrafiki Fx-dən daha yaxındır Y-ə. Yəni, Jx Y-ə daha yaxındır. Ona görə də Jx-in A-sı böyük olmalıdır Fx-dən. Yəni, 2 açıq 2 böyükdür 4 açıq 16-dan. Bunu bu tərəfə keçirdəndə, deməli, mənfi 2A böyükdür mənfi 14-dən, A kiçikdir 7-dən. A-nı bu tərəfdə də mən 4-dən böyük almışdım. Deməli, A hansı ədədlər ala bilər? 4 ilə 7 arasındakı ədədlər ala bilir. O deyilir 5 plus 6 bərabərdir 11. Cavabımız 11. Cəmi soruşur çünki. 70-ci sual. Fəhlə 1242 detal hazırladıqdan sonra onun aylıq planının 54% qaldı. Onda 1242 detal hansı faiz imiş? 100-dən çıxaram 54'ü eləyər 46. Deməli, x-in 46% 1242 imiş. X-ə bərabərdir 1242 vuraq 100 bölək 46-ya. Bunu bura vuranda 27 eləyir 2700. Deməli, aylıq plan 2700 imiş. D variantı. 2 daxili bucağının cəmi 149 olan üst bucağın 3-cü bucağını tapın. Üst bucağın 2 daxili bucağı 149'dur. Mən də bilirəm ki, 3 daxili bucağın cəmi də 180'dir. 180'dən 149 çıxsam eləyəcək 31 dərəcə. Yəni, o 3-cü daxili bucaq 31 dərəcəymiş. 72-ci sual. Bundan topluda doludur. Kökün altına salıb bir-birinə vuranda kvadratlar fərqi yaranır. Yəni, birincinin kvadratı çıxaq 4 kök 5'in kvadratına. Bərabərdir. 144 çıx 80 bərabərdir. Deməli, nə olur burada? 64. Ondan da 8 çıxır. Cavab 8'dir. 73-cü sual. Burada əvvəlcə vurğuları ayıraq. A plus B-nin kvadratı çıxaq 7 A plus B. A plus B-ni çölə çıxartsam yenə. A plus B çıx 7 olur. İndi A plus B-ni hesablayaq. A plus B nə olur? A-na B-nin qiymətləri məlumdur da bizə. 4 tam 13'də 5 üstə gələ 2 tam 13'də 8. Eləyir, deməli 7 eləyir. 7 vur 7 çıx 7 bərabər 0. Cavabımız 0. Keçək 74-cü sual. Ondan kiçik mürəkkəb ədədlər çoxluğun A ilə, deməli A çoxluğu hansıları olacaq? 4, 6,
8, 9. B çoxluğu hansılar olur? 1, 2, 4, 10. Verib onsuzda. A ilə B-nin birləşməsinin elementlərinin sayını soruşur. 1, 2, 4, 6, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7. N, A birləşmə B bərabərdir 7-yə. Cavabımız 7-dir. Keçək 75-ci suala. Mərkəzi O nöqtəsi olan çevrədə AOC nədir? 104 dərəcədir. Bura 104 ise burada 104. Onda digər qoefisyenti taparam. Niyə 104 oldu? Çünki mərkəzi bucaqdır. 360-dan 104 çıxsam, eləyəcək 256. Mən də deməli, bucaq ABC-ni tapmaq üçün söykəndiyi qoefisyentinin yarısını tapmalıyım. Niyə görə? Çünki daxili bucaqdır. Daxilə çəkilmiş bucaqdır. 256-nı 2-yə bölsəm eləyəcək 128. Cavab 128. Dərəcə. Dərəcəni qoymaq həyatdan çıxmaz. Otaqda olan şagirdlərin orta imtahan balı 74'dür. Nə şagirdlərin sayını bilirəm, nə də onların yaşlarını cəm, ballarını cəm. Deməli, tutaq ki, n bu ballarını cəm olsun, n də sayı olsun. Bu 74'ə bərabərdir. Otağa balı 94 olan daha bir şagird gəldi. Cəmin üstə 94 gələcəm, sayın üstə də 1 gələcəm. Olur, deməli, nəticədə otaqdakı şagirdlərin orta balı 79. Çarpaz vuraram. N plus 94 bərabərdir 79n üstə gələk 79-a. Buradan da bilirəm ki, M 74 n'dir. Gətirib M-in yerinə 74 n qoyacağım. Olacaq 74 n üstə gələk 94 bərabərdir 79 n üstə gələk 79-a. Buradan olur deməli 5n bərabərdir 15-ə, n də bərabərdir 3-ə. Deməli əvvəlcə otaqda 3 nəfər şagird varmış. Cavab 3. 77-ci sual. Düz xətləri O nöqtəsində kəsişirlər. AOC 24. FOD 46'dır. YOB'ni soruşur. Bura həm də bura bərabərdir də. Onda bir düz xət üzərində olduğu üçün cəmləri 180'dir. 180'ə 24 ilə 46'nın cəmini çıxsam, 180 çıx 70 eləyəcək 110. Deməli, cavabımız 110 dərəcəymiş elə. Yəni AOF, bucaq AOF bərabərdir. Bucaq YOB-yə, o da bərabərdir 110 dərəcəyə. Cavab 110. Keçək ətraflı sualların izahına. 78-ci sual. A nöqtəsindən eyni zamanda iki nöqtəyə çevirən üzrə hərəkətə başlayır. Nöqtələrdən biri hər 36 saniyədən bir, digəri 63 saniyədən bir A nöqtəsindən keçirsə, bu nöqtələrin ilk dəfə eyni anda A nöqtəsindən keçmələri üçün lazım olan müddəti müəyyən edin. Deməli, burada 63 ilə 36'nın əkobunu hesablamalıyıq. Əvvəlcə sadə vurğuları ayıraq. Oxşarlar 3, 3. 63 vur 4 bərabərdir 252. Cavabımız 252. Yəni 252-ci saniyədə bunlar ilk dəfə A nöqtəsindən keçəcəklər. Tərəfləri bir-birinə paralel olan 2-3 bucaq arasında qalan sahədən ibarət qaçış yolunun kənarına A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağaclar əkilir. AB-ni 120 verir. AC-ni 90 verir. BC-də 150 verir. Və DF-də 30 verir. DF 30 verməsinin səbəbi nədir? Bilirik ki, bu üç bucaqlar bir-birinə oxşardır. Çox uşaq burada səhv edib YDF-in tərəflərin, ABC-nin tərəflərinin yarısı götürər, amma yox. Bunların oxşarlıq əmsalı 3 olduğuna görə bura 3 dəfə az 90-dan 3 dəfə az 30, bura 40 olacaq, bura da olacaq 50. Əvvəlcə böyüyün perimetrini hesablayaq. 150, 120 üstə gələk 150, üstə gəl 90. Eləyir 360. İkincinin də perimetrini hesablamaq üçün oxşarlıq əmsalı 3 olduğuna görə onun da perimetri olacaq 120. İndi 5 metrdən bir ağac əkirlər. 360 böl 5 eləyir neçə? 72. 120 böl 5 eləyir deməli 24. 72 dənə çöl ağac əkirlər, 24 dənə də içəri. Ümumi ağacların sayı olur 72 üstə gələ 24 bərabərdir 96. Cavabımız 96.
Keçək 80-ci sual. Eyni koordinat müstəvisində 2 dənə çevrə verilib. Tutaq ki, çevrələr biri bu olsun, biri də bu olsun. Deyir ki, iki çevrənin hərəsinə bir nöqtə götürülərsə, bu nöqtələr arasında ən böyük məsafə. Mən bununla mərkəzlər arası məsafəni tapsam, ən böyük olmayacaq. Niyə görə? Çünki mən buradan da götürmə ehtimalım var. Yəni, ən böyük götürmə olması üçün mən çevrələrin uc nöqtələrindən götürməliyim, ən uzaq məsafədən. Radiuslar neçə olur? Bunun radiusu 3 olur, bunun da radiusu 4 olur. Çünki niyə? Bu r kvadratıdır da. R kvadratı 16 ise r də 4 olur. Bunda da həmçinin r 3'dür. Mərkəzi nədir birincinin? 5, 4. Bunun da mərkəzi -3, -2. Əvvəlcə mərkəzlər arasında məsafəni hesablayaq. O1, O2 bərabərdir nəyə? 5 plus 3'ün kvadratı üstə gələk 4 plus 2'nin kvadratı bərabərdir 100. Kökdə 100, o da bərabərdir 10'a. Demək, mərkəzlər arasında məsafə 10'dur. Amma məndə deyir nöqtə arasında məsafə. Nöqtələr hansılardır? Nöqtəni tapmaq üçün də tutaq ki, MN deyirəm. MN. MN uzunluğunu tapmaq üçün 10'un üstə gələcəm radiusları. 3 üstə gələk 4 bərabərdir 17'yə. Cavab 17. Keçək 81-ci suala. 81. Məxrəci 7-dən böyük, 31-dən kiçik natural ədəd. Deməli, məxrəc hansı ədədlər ola bilər? 8 olar, 30'da 1 olar. Bunun arasında 23 dənə ədəd var. Ehtimal tapmaq üçün məxrəcə 23 yazacağım. Deməli, 23 dənə kəsir var da burada. Deyir, bu 23 kəsirdən təsadüfən seçilmiş birinin sonlu onluq kəsir şəklində yazıla bilməsi hadisəsinin ehtimalını tap. Sonlu onluq kəsir şəklində yazılması üçün nə olmalı? 2-5 olmalıdır da bunvuruqlar. Deməli, bundan böyük hansılar ola bilər? Elə 8'in özü, yəni 8'də 1 olar. 9'da 1 olmaz, 10'da 1 olar. 12'də 1 olmaz, 13 olmaz, 14 olmaz, 15 olmaz. 16 olar, 16'da 1. 17 olmaz, 18 olmaz, 19 olmaz, 20 olar. 20'də 1. Biri də 25'də 1 olacaq. Deməli, neçə dənə kəsir olur? 1, 2, 3, 4, 5. 5 dənə də sürətə yazıram. Deməli, ehtimalımız 23'də 5 oldu. Niyə görə mən 15 götürə bilmirəm, 17 götürə bilmirəm? Çünki onlar sadə ədədlərə bölünür. Sadə ədədlərə bölünür deyəndə ki, yəni məsələn 15 3'ə bölünür, götürə bilmirəm. 17 heç 17'yə bölünür, götürə bilmirəm də sadədir. Sonra, yəni 17'ni nəyə vursan 100'ə 1000'ə gələr, heç nəyə. Ona görə onları götürə bilmirəm. Ona görə cavabımız elə ehtimalımız 23'də 5 oldu. Ümumi dəyərləndirəndə suallar yaxşı suallar idi. Vaxt aparıcı suallar var idi. Digər zonalara nisbətən biraz ağır deyə bilmərəm, amma vaxt aparıcı idi suallar. Məsələn, bu funksiya sualı çox yaxşı sual idi. Ətraflar da öz yerində. Belə. Bugünlük bu qədər. Növbəti videolarda görüşəndək. Özünə yaxşı baxın. Sağ olun.